Dəyərli izləyicilərimiz, yəqin ki, ekranda da qiymətləri görə bilirsiniz. 5 otaqlı, həyətyan sahəsinə də rahatlıqla 3 avtomobilin sığa biləcəyi bir evimizin təqdimatını edəcəm. Evimiz yerləşir Masazır qəsəbəsində asfalt yolun tam kənarında. İdeal bir ərazidə həqiqətən də yerləşmə yerinə söz ola bilməz. Birinci və ikinci mərtəbələri monolit beton, tikintinin sonunda da kəmərinə kimi həm otaqlar arası kəmər, həm də çöldən kəmər atılıb. Pilləkənlərimiz altı beton, üstü taxta, istipol təchizatlı giriş dəhliz hissəmiz, dekorativ led işıqlar, tavanda sport led işıqlandırması. Qapı keyfiyyətindən də söz ola bilməz. Ağır və keyfiyyətli qapı seçimlərindən istifadə olunub. Sanuzel hissəmizi göstərirəm sizlər üçün. Dəyərli izləyicilərimiz, 123 min manat deyilir. Real alıcılarımıza çox gözəl bir endirimimiz olacaq. Həqiqətən şok dərəcəsində bir endirimimiz olacaq. Tavanda sport led işıqlandırması olan belə bir geniş qonaq otağı, TV stendimiz şəbəkə pəncərə seçimindən istifadə olunub və birinci mərtəbəmizdə yerləşən yataq otağı ilə sizləri yaxından tanış edirəm. Bütün pəncərələrin qarşısı açıqdır, dəyərli izləyicilərimiz. Ən üstün cəhətlərindən biridir. Geniş və səliqəli mətbəx hissəmiz, eyni ilə istipol təchizatlı, tavanda da sport led işıqlandırması və qalxaq evimizin ikinci mərtəbəsi ilə sizləri yaxından tanış edirəm. Pilləkənlərimiz də çox gözəldir və səliqəli. Bir daha deyirəm, altı beton, üstü taxtadandır, çox superdir. Dəyərli izləyicilərimiz, ikinci mərtəbəmizdə tavanda sport led işıqlandırması kondisionerin xəttinə kimi çəkilib. Baxın, belə bir giriş dəhliz hissəmiz və ayrı-ayrılıqda da 3 yataq otağından ibarətdir. Burada yerləşir. Bir yataq otağımız tavanda sport led işıqlandırması. Burada ikinci yataq otağımız, dəyərli izləyicilərimiz, Duz gölünə də panoraması az da olsa var. Və bu da sonuncu, üçüncü yataq otağımız. Hər biri bir-birindən geniş və gözəl. Son olaraq da sanuzel hissəmizi göstərim sizlər üçün. Baxın, belə bir səliqəli sanuzel hissəmiz, istipol təchizatlıdır. Eyvanla keçid edək, sonra həyətyan sahəsini sizlər üçün göstərəcəm. Dəyərli izləyicilərimiz, burada evimizin həyətyan sahəsi, kəmər falan hamısı öz qaydasındadır, qarşı tərəfi də açıqdır. Keçək evimizin həyətyan sahəsinə. Dəyərli izləyicilərimiz, evimizin həyətyan sahəsində kifayət qədər geniş həyətyan sahəsi, girişdə trapımız, zaborun altı fundament, karkas, beton, ehtiyac su çəni zirzəmi hissəsində quraşdırılıb. Bütün evlər satıldı. Sağdakı ev də satıldı, solda olan 2 ev də satıldı. Yerdə tək bu evimiz qalıb. Dəyərli izləyicilərimiz, küçə hissəsi çox gözəl və səliqəlidir. Təxmini 50-60 metr sonra asfalt küçəsi. Evlə bağlı əlavə kimin nə sual olsa səhifəmdə olan əlaqə nömrəsi əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox sağ olun.